Salam, hər vaxtınız xeyir. Əziz izləyicilər. Üçlər telefonlu bəsdir. Əziz izləyicilər, bu günlərim yenə də biz burada Qarqarın qırağındayıq. Təzəkət tərəfdən Minaxoğlu Körpüsünün yanından Qarqarın sol sahilində. Hal-hazırda təmizlik işi gedir. Kütlərin icra nümayəndəsi Minaxoğlu'nun ki, bizim bələdiyyəmiz. Hamısı buradadır, komtozun işləri, işçiləri daha doğrusu. Hər birimiz burada təmizlik işi ilə məşğuluq. Mən neçə illərdir ki, illər deyəndə bir 2 il olar ki, mən burada demişəm, bu video çəkilişdən çağırış eləyib, müraciət eləmişəm. Bura baxan yoxdur, nəyə baxan yoxdur onu deyim. İcazə alınmalıdır deyirlər. Bura kamera qoyulmaqdan ötəri. Bir dənə buradan bir yerə video kamera qoyulsa, bir dənə bir yerə harasa video kamera qoyulsa, həm bura zivil atanların, ekologiyamızı korlayanlar cərmələnər, öz işlərini bilər. İkinci dəfə təkrar olunmaz. Həm də ki, buradan bilmirəm, indi görünür yoxsa yox. Baba, bəlkə də milyona yaxın qiyməti var. Qarqarın üstündən Minaxoğlu Təzəkət yolunda Qarqar körpüsü, təzə salınmış körpüdür. Qırağının hasarın, raşotkasını belə söküb aparırlar. Bu heç insanlığa sığan bir şey deyil. Bunu söküb aparanlar nə fikirlə, nə məqsədə dinə qulluq eləyir. Hansı məqsədlə, heç o da insanlığa yaraşan bir şey deyil. Heç nə o sökülərdi, nə bura bu zivillər təkrar atılmazdı. Hər gün demək olar ki, biz həftənin 2-3 günün biz burada gəlib kollektiv şəkildə işləyirik. Çünki heç kim istəmir ki, yediyi çörəyə vais olsun hardasa. Biz istəyirik ki, yediyimiz çörəyi halal yeyək, haramlıqdan uzaq olaq. Bax, biz buyuq. Bax, bu formada. Nə dərəcədə düzgün deyil çəkdiyimiz bilmirəm. Amma bugünkü gündə yenə də bax, bura baxırsınız da. Bax, buyurun baxın bura. Görün nə vəziyyətdədir buralar. Vallahi bu insanlığa sığan şey deyil bu. Biz hər dəfə gələk buranı təmizləyək. Kimlərsə də gəlsin buranı zivilləndirsin, geçsin. Bax, söhbət budur. Çəkiliş elədi. Ağcabədi rayon Kütlər kənd sakini Şəhid Seymur Abişovun qardaşı Abişov Bilal Əhmədoğlu.